25 yaşıma çatana qədər həyatdan və evlilikdən qazandığım təcrübələrimi paylaşıram. Mən Zöhrə, 24 yaşındayam hal-hazırda. Əslən Zaqatalıyam və avar milliyyətinə mənsubam. Eyni zamanda evliyəm, yoldaşım isə Balakənlidir, o da avardır. Biz bir-birimizi sevərək ailə qurmuşuq və artıq bir ildən çoxdur ki, evliyik. Həm bu yaşıma çatana qədər, həm də evlilik müddətində qazandığım bir çox təcrübələr var və onları paylaşmaq qərarına gəldim. Mən bundan öncə duyğularımla qərar verər və hərəkət edərdim. Amma evlilik mənə həm acımasız olmağı, həm də başqalarından daha çox öz gələcəyini düşünməyi öyrətdi. Evlilikdən öncə çox stressli və depressiyalı bir dönəm keçirmişəm. Hər nə qədər ətrafımdakı insanlara o qədər göstərməsəm belə, canımdan bezdiyim vəziyyət belə olub. Amma nəticə etibarilə bunun hər birinin üstəsindən gəldim. Öyrəndim ki, həyatda öz canımızdan və sağlamlığımızdan önəmli heç bir şey yoxdur. Bundan öncə çox həssas idim və çevrəmdəki insanların təsirinə daha tez düşürdüm. Hətta ətrafımdakı insanların bir kəlməsi belə həyatımı alt-üst edə bilərdi. Amma zamanla bu həyatda səni özündən başqa heç kəsin yaxşı tanımadığını anladım və verdiyim qərarlardan sadəcə və sadəcə özüm cavabdehəm və bunu daha da çox anlamış oldum. Eyni zamanda bunu da bildim ki, əgər ki qərarından əmin deyilsənsə, ətrafındakı insanlar səni daha tez ruhdan sala bilir və qərarından döndərmək üçün əlindən gələni edirlər. Amma qərarından tam şəkildə əmin olduğun zaman hər kəs artıq səndən çəkinməyə başlayır. Əvvəllər baş verən hər hadisəyə görə günahkarı çevrəmdə axtarardım. Amma sonradan anladım ki, həyatımda baş verən hər bir yaxşı və müsbət hadisələrin sadəcə olaraq səbəbkarı mən özüməm. Düzdür, gec anlamış oldum, amma yenə də fərqinə vardım. Və artıq buna görə də həyatıma kənar şəxslərin müdaxiləsinə əsla icazə vermirəm və verəcəyim qərarlarda tam əmin olduğum sürəcə başqalarının mənim fikrimdən yayındırmasına imkan vermirəm. Çünki nəticə etibarilə sonu necə olarsa, yenə də səbəbkarı mən olacağam. Həyatda qazanacağımız təcrübələr əslində çoxdur. Mən hətta əvvəl səhv etməkdən belə qorxardım. Amma hazırda isə bu barədə düşüncələrim də tamamilə fərqlənib. Bununla bağlı isə mən sizə növbəti videoda danışacağam. Sağlıqla qalın.